Ya Allah. Salam aleykum, hər vaxtınız xeyir olsun inşallah. Bugün Saray qəsəbəsində təzə yolun üstündə Vazdan gələndə Saray qəbristanlığına çatmamış yolun sağ tərəf hissəsində birinci 50'lik radardan içəri təxminən 150 metr məsafədə 3 sotun içində belə qəşəng bir dənə şirin mini villa deyim də. Yəni buna bir var ev deyəsən normal 3 otaqlı ev. Bu normal 3 otaqlı ev deyil, mini villadır. 3 sotun içərisindədir. Həyətin özündə xırda para işlər var. Bax bir dənə dəyərli izləyirlər. Evin içini keçib göstərəcəm. Bax bu divarları görürsünüz də bu divarları. Yəni ümumi həyəti sulayıb yumaqdan divarlar bax belə xəsarət alır. Yəni alan adam bir dənə buna emusiya çəkəcək. Qalan heç bir iş görməyəcək. Bax bunun üstündə çən var. Yəni ev sahibi bildirdi ki, bax o çəndən su daşıb evin belə xəsarət alır. Yəni burada nəmişlik filan yoxdur, dəyərli izləyicilər. Deyim ki, çıxarışı kənd təsərrüfatıdır. Baxın, aşağıda sanitar qovşağıdır. Evin həyətin bir dənə ümumi şəkil görsünlər. Bax, burada da bulağı yerləşir. Həyətində də gülü çiçəyi. Dəyərli izləyicilər, bax, evin zirzəmi hissəsini bir dənə təsərrüfat olsun. Gəl qardaşım. Evin aşağıdan belə bir dənə zirzəmi hissəsi də var, dəyərli izləyicilər. Görürsünüz də bura zirzəmi hissəsində. Keçək inşallah evin içərisinə. Ya videoya sonacan baxın dəyərli izləyicilər. İnşallah buna bir dənə çək. Bura məlumdur qardaşım. Bura məlumdur ki, bax burada oturursan qəşəng. Yiyib içirsən. İstəyən bura plastik pəncərə ilə belə asfiliş eləyib bağlaya bilər. Bax, dəyərli izləyicilər. Əsas gələk evin içinə. Gördüyümüz kimi, bura evin qonaq otağıdır. Yəni, evin zərrə qədər 1 manat da olsun belə bugünkü gündə remonta ehtiyacı yoxdur. Yəni, full remont. Keçək evimizin mətbəxinə. Dəyərli izləyicilər, evimizin mətbəxi nəzərdə çatdırım ki, ayaqaltı istip oldu. Mətbəx mebeldə görürsünüz, yəni hər biri bahalı materiallardan istifadə olunub aboylarına kimi. Yəni bu evdə ev sahibi özü üçün tikib materiala necə deyərlər, qənaət eləməyib ki, nə bilim 5 manat, 3 manat belə bir şeydir. Və burada gəldikdə dəyərli izləyicilər, bax 3 dənə yataq otağıdır, 4 dənə aşağıda yataq otağı daha doğrusu. Gəl bura. Gəl bura, zəhmət olmasa çək. Dəyərli izləyicilər, bu video çəkiş hər birimiz bilirsiniz ki, sadəcə görüntü üçündür. Real gələndə inşallah özünüz gözlərinizdən görəcəksiniz. Bax, spalin yataq otağıdır, maşallah. 5'in 4'ə, hansısa belə 20 kvadrat var bura, rahat. Bax, evimizin böyüdür spalin yataq otağı. Keçək inşallah növbəti yataq otağı ilə. Ay maşallah. Baxın, dəyərli izləyicilər. İdealın idealı. Qiymət də ki 155 min manatdır. Bu evin start qiymətidir. Bir dənə gəl sanitar qovşağını göstərək, sonra növbəti otağı göstərərik. Dəyərli izləyicilər, bu da evimizin sanitar qovşağıdır. Gördüyünüz kimi. Yəni full həm ev çöldən, həm də içərdən idealini remontdur da. Yəni burada kimsə gələ burada 1 manat, 2 manat nəyisə xərcləyə elə bir şey mümkün deyil. Dəyərli izləyicilər, gəl bura. Görürsünüz? Yəni inşallah geri qalanın Allahın izni ilə inşallah gələndə real öz gözlərinizdən görəcəksiniz. Çıxaq ki. Dəyərli izləyicilər, bax evindəki ləkənin inşallah gələndə baxarsınız materialının keyfiyyətinə. Siz elə bizim təmirdə sonra gördüm taxtadır, yox. Yəni keyfiyyətli materialdır. Bax, bu da evimizin mansar hissəsidir, dəyərli izləyicilər. Elə bil ki, fərz elə gəlirsən bir dənə 4 otaq almağa, mini bir dənə şirin villa alırsan. Burada oturub, qəşəng sahibi çörəyi yedin, dəyərli izləyicilər. Bax, burada da atın pəncərələri belə, ürəyi istəyən kimi. Oturun burada, istirahət edin. Və evimizin burada həm dolabı var, nəsə ehtiyacın olmayan şeyləri yuxarıda yığıb, bax, burada belə saxlamaq üçün. Və növbəti burada da bir dənə yataq otağı var. Gəl bura qardaşım. Lap özümü qutlaq vasitəsində hiss elədim. Dəyərli izləyicilər, burada da var bir dənə qəşəng sanitar qovşağı yerləşir.
Baxa bilərsiniz. Dəyərli izləyicilər, fikri ciddi, real müştərilər, hər birimizdən xahiş edirəm. Səhifədə nömrəmiz var. Səhifədə hər iki nömrə WhatsAppda da, zəngdə də aktivdir. Kanala abunə olmağı unutmayın inşallah. Ciddi fikri olanlar əlaqə saxlasınlar.